Zəfər gününün 5 illiyi münasibəti ilə saat 1-də hərbi parad keçiriləcək, amma paraddan öncəki, yəni başlamadan əvvəl vəziyyət nə yerdədir? Gəlin əməkdaşımızdan öyrənək. Hər vaxtın xeyirli olsun Aygün. Necəsən? Orada vəziyyət necədir? Söz səndədir. Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar, Nigar və İman. Bəli, məhz bugün 8 noyabr tarixində Vətən müharibəsində qələbənin 5-ci il dönümünə həsr olunmuş hərbi parad keçiriləcək. Hərbi parad 13:00-da start götürəcək. Prezident İlham Əliyevin göstərişi ilə ölkənin müxtəlif qoşun növləri, o cümlədən Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Hərbi Hava və Dəniz Qüvvələri, xüsusi təyinatlı qüvvələr, daxili qoşunlar iştirak edəcək. Həmçinin paradda müasir hərbi texnika, silah sistemləri və aviasiya vasitələrinin nümayişi nəzərdə tutulub. Bundan əlavə, Bakıda keçiriləcək paradda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın baş naziri Şahbaz Şərifin iştirakı da nəzərdə tutulub. Hazırda isə hərbi paradın son hazırlıq prosesləri görülür. Hələlik bizdən bu qədər. Növbəti saatlarda ən son məlumatları sizə ötürməyə çalışacağıq.